Salam, hər vaxtınız xeyir, hörmətli futbol həvəskarları. Milli Gimnastika Arenasında əsl bayram havası, mini futbol üzrə dünya çempionatı, 8'də 1 final və milli komandamız Azərbaycan seçməsi bugün çox vacib görüşə çıxır. Bugünkü qarşılaşmada rəqibimiz bu sahənin ən titullu komandası Rumıniya seçməsini. Onlar son dünya çempionudular. Amma biz Rumıniya üzərində vacib qələbə qazanmağın nə olduğunu çox yaxşı bilirik. 2022-ci il Avropa çempionatı Azərbaycan seçməsini bəlkə də heç kim favorit görmürdü. Amma komandamız məhz bu turnirdə finala qədər irəlilədi və finalda çempionluğa əsas namizəd Rumıniyanı məğlub edərək qitə çempion adını qazanmışdı. Nəyə görə də bugün bunu etməyək? Bəli, püşkdə bəxtimiz gətirmədi. Rumıniya komandası Çada məğlub olmaqla qrupda yalnız ikinciliyə kifayətlənməli oldu, amma bizə rəqibin fərqi yoxdur. Biz doğma divarlar arasında oynayırıq və öz uşaqlarımız, bəli, biz onları belə adlandırırıq. Öz uşaqlarımız bugün bizi sevindirmək üçün əllərindən gələn edəcəklər. Milli komandamıza uğurlar arzulayırıq. Artıq onlar meydançaya gəlirlər. Bizi çox vacib 50 dəqiqə gözləyir. Ümidvarıq ki, bu 50 dəqiqə ərzində bu müddətdən sonra sevinən tərəf məhz biz olacağıq. İdman TV izləyiciləri əminik ki, çox diqqətlə hazırda gedişatı izləyirlər. Milli Gimnastika Arenasında demək olar ki, boş yer yoxdur. Tərəfdarlar milli komandamıza dəstəyə gəliblər. Az yaşlısından tutmuş ən yaşlısına qədər hər kəs bugün millimizin yanındadır. Çox əla hava var. Və indi hər iki ölkənin himni səslənəcək. İndi isə Azərbaycan Respublikasının dövlətimiz səslənir. And now, National Anthem of Azerbaijan.
hər iki ölkənin dövlət himni səsləndirildi. Artıq düşünürəm ki, biz yavaş-yavaş heyətlərə keçə bilərik. Milli komandamızın bugün hansı nəticə qazanacağını səbirsizliklə gözləyir, amma Rumıniya seçməsindən başlayırıq. 1 nömrə Justin Lungu, 2 Gabriel Dumitraşu, 3 Mircea Popa, 5 Andrei Balea, 8 Mircea Ungur, 9 Vlad Mokanu, 10 Andrei Nemitanu, 11 Julian Siplaçan, 12 Lucian Trif, 13 Sharon Çirica, 19 Vyarol Şaim, 20 Katalin Tineu, 21 Marius Balog, 47 Alin Robu, 76 Laszlo Klein, baş məşqçi Virgil Bejanardo. Azərbaycan millisi 1 Vəli Qafarov, 3 Müseyib Vəliyev, 7 Ramiz Çovdarov, 10 Kapitan Elvin Əlizadə, 11 Samir Əmzəyev, 12 Ağaseyid Qasımov, 14 Talih Babayev, 15 Mir Mehdi Rızayev, 16 Kamran Qürbətov, 17 Vüsal İsayev, 19 Təmkin Xəlilzadə, 20 Məhəmməd Xəlilov, 23 Rəvan Kərimov, 39 Xətai Bağırov, 42 Kamran Abdullazadə, 77 Mir Kamil Əliyev, 95 Eşqin Tağıyev, baş məşqçimiz Elşad Quliyev. Görüşün hakimləri 3 hakim İštvan Mut İngiltərəni təmsil edir. Xorvatiyadan Antonio Mešić və Sloveniyalı Ales Müller. Varda isə Graham Florence olacaq, Amerika Birləşmiş Ştatları. Bəli, heyətlər də təqdim olundu. Əla görüntülər Milli Gimnastik Arenasının meydançasından. Hər kəs hazırdır, hər kəs həyəcanla gözləyir bu qarşılaşmanın başlamasını. Qeyd etdiyim kimi, püşk cəhətdən bəlkə də bəxtimiz gətirmədi. Turnirin ən güclüsü ilə məhz 8-1 finalda qarşılaşacağıq, amma turnirin ən güclərindən biri də Azərbaycan millisidir. Qoy onlar çəkinsinlər. Onlar Azərbaycan millisi ilə, bax bu azarkeş dəstəyi ilə oynamaqdan çəkinsinlər. Çünki bu dünya çempionatında məqsəd yalnız və yalnız çempionluqdur, birincilikdir. Bu azarkeşlər də buna layiqdir, bu komanda da buna layiqdir və düşünürük ki, Azərbaycan seçməsinin buna gücü çatacaq. Bax, bugünkü görüşdə son iki oyunda olduğu kimi rahat şəkildə komandamız öz qüvvəsini göstərəcək. Çünki qrup mərhələsində adətən favorit komandalar var qüvvəsi ilə çıxış etmirlər. Hardasa bax, bu play-off mərhələsini düşünürlər. Azərbaycan millisində də əminəm ki, vəziyyət belədir. Və ona görə də bugünkü görüşdə bu play-off mərhələsində seçməmiz ən güclü tərəflərini mütləq göstərməlidir. Çünki rəqib Rumıniya seçməsidir. Rumıniyanı keçə bilsək, Azərbaycan komandası üçün çox rahat şəkildə bir yol açıla bilər. Düzdür, başqa rəqiblər də güclüdür. Amma hələlik yalnız və yalnız bu qarşılaşma haqqında görüş başladı. Millimizə uğurlar arzulayırıq və Rumıniya futbolçuları ilk hücumlarını qurmağa çalışırlar. Eşqin Tağıyev geri oynadı. Elvin Əlizadə, Vüsal İsayev, Ağaseyid Qasımov, uzun ötürmə Ağaseyid Qasımovdan və yumruqlarıyla Rumıniya komandasının golkiperi Lucian Trif topu uzaqlaşdırdı. Eşqin Tağıyev geri oynayır, Vüsal İsayev. Vüsal topu özündə saxlayır, sağçına ötürmə Təmkin Xəlilzadə. Rahat şəkildə qarşılaşmaya başlamış Ağaseyid. İndi yenidən Təmkinlə oynayır. Elvin Əlizadə, Ağaseyid Qasımov. Heyətimizdə çox güclü oyuncular var. Elvin Əlizadə mini futbolun bütün dünya ulduzlarından biri sayılır. Avropanın ən yaxşı yarım müdafiəçisi, Avropanın ən yaxşı müdafiəçisi də bizdədir və hazırda onun müşayiəti ilə top qapı xəttindən çıxır. Bu Vüsal İsayevdir. Ağaseyid Qasımov. Vüsal İsayev geri oynayır. Ağaseyid Qasımov. Hələ ki oyuna isinirik və arxa xəttə komanda üzvlərimiz topu bir-birlərinə ötürürlər. Vüsal İsayev yenidən Ağaseyid Qasımovla oynayır. İrəli baxır Ağaseyid, mərkəzi Eşqin Tağıyev açılmışdı. Eşqin sona qədər mübarizə aparır və əlbəttə ki, qayda pozulmuşdu. Qayda pozulmuşdu. Hakim fitini səsləndirir. Eşqinə qarşı kobudluq var idi. Təmkin Xəlilzadə, Vüsal Elvinlə oynadı. Elvinin ötürməsi yenidən Təmkinə, Təmkin Xəlilzadə. Elvin.
Mehdi də top gözləyir, Elvin bir rəqbini keçir, əl oynadı mərkəzə, Vüsal İsayev sağ cinahda, Təmkin Xəlilzadə geri oynayır, topu itiririk amma yenidən top Azərbaycan seçməsindədir. Vüsal İsayevin irəli ötürməsi və Trif məcbur olub irəli çıxır, topu meydandan çıxarır. Qayda pozuntusu yox idi. Top meydandan çıxdı amma Rumıniyanın golkiperi toqquşmadan sonra hələ ki ayağa durmayıb. Ona yardım edilə bilər. Baxaq görək həkimlərin dəvətinə ehtiyac yaranacaq yoxsa yox. Yox, həkimləri çağırmır. Hakim və Trif oyunu davam etdirə biləcək. Belə vəziyyətlərdə adətən qapçılar özlərini yerə atırlar, durmurlar. Çünki rəqib komanda ola bilər ki, dərhal yan xəttdən top oyuna daxil etsin. Belə məqamlar da olur. Yəni bunu da normal qarşılamaq lazımdır. Hücumumuza davam etdirik. Geriyə ötürmə, zərbə qapıya. Oy oy oy, belə olmaz, belə olmaz, belə olmaz. Hakim qolu qeydə almır. Qolu qeydə almır. Və vara baxılmasını təklif edir seçmə komandamız. Əvvəlcə küncdən zərbəyə qərar verildi. Daha sonra qərar dəyişdirilir. Çox təəssüf. Nə baxaq görək. Barda Graham Florence-də Amerika Birləşmiş Ştatlarını təmsil edən hakim. Əslində Əmir Mehdi çox əla zərbə vurdu təmkinin ötürməsindən sonra. Əla da qol idi. Standart vəziyyətdən sonra vuruldu amma hakim vara baxır. Baxır, gedir baxmağa. Gedir baxmağa. İştvan Mottobo, İngiltərə. Məhz onun ölkəsi bir qədər əvvəl növbəti mərhələyə çıxa bildi və bizim rəqibimiz ola bilər İngiltərə seçməsi. Bir daha baxırıq. Yekun qərarı əlbəttə ki, hakim verəcək, səbirsizliklə gözləyirik. Əgər top məhz rəqibdən çıxmışdısa, o zaman gol hesabı alınmalıdır. Baxaq görək indi Mod hansı qərarı verəcək. Azarkeşlər hər kəs səbirsizliklə gözləyir. Deyəsən gol qeydə alınır. Deyəsən gol qeydə alınır çünki Rumıniya tərəfi dayanmadan fikir bildirir hakimə. Baxaq görək. Baxaq görək. Hakimə baxırıq. Varın qərarı. Çox təəssüf, çox təəssüf, çox təəssüf. Gol qeydə alınmır. Eybi yox. Davam edirik. Oyuna yaxşı başlamışıq. Ağa Seyid. Vüsal İsayev topu qaytarır. Vüsal da öz qapçısına bildirir ki, danışmaq lazımdır. Əlbəttə ki, bu atmosferdən bir-birlərini eşitməkdə də ola bilər çətinlik çəksin futbolçular. Out atışı yerinə yetirildi. Lucian Trif. Trif topladı. Ötürməsi komanda yoldaşına. Yenidən Trif. Trif irəli oynuyor. Təmkin Xəlilzadə. Elvin Əlizadə top Azərbaycan seçməsindədir. Təmkin ötürməsi Ağa Seyid Qasımov. Elvin Əlizadə cinahlı oynayır Təmkin Xəlilzadə. Təmkin. Elvin Əlizadə Ağa Seyid Qasımov. Məhəmməd Xəlilov da oyuna qoşulub. Elvin Əlizadənin ötürməsi Ağa Seyid Qasımov. Yenidən geri oynayır Elvin Əlizadə. Komandamızın oyununu məhz o qurur Elvin. Risk etdi amma rəqibini keçə bilir. Ötürməsi sol cinaha Təmkin. Yox, Məhəmməd də bu geri oynadı Vüsal İsayev. İndi Təmkin Xəlilzadə topu qəbul edir. Vüsal. Qarşısında biraz boş zona var. Vüsal biraz irəliləyir. Vüsal İsayev, Elvin Əlizadədə top gözür. Vüsal'dan əla ötürməli necə əla hücumuydu və topu boş qapıdan çıxarır Rumıniyalılar. Boş qapıdan topu çıxartdı Vlad Mokanu. Yenə də fərqlənməyə yaxın olduq. Gol vurmağa yaxın olduq. Rəvan Kərimov. Yan xəttdən topu oyuna daxil edəcək. Beşliyimiz dəyişdi.
Talih Babayev Ramiz Çovdarovla oynuyor. Yox, xəta idi bu. Ramiz Çovdarov öndədir. Talih Babayev. Geri ötürmə Ağaseyid Qasımov. Ağaseyid hələ ki topu özündə saxlayır. Ağaseyidin ötürməsi əla olunur. Məhəmməd Xəlilov topu cərəmə meydançasına atır, amma yaxşı ötürmə deyildi. Talih Babayev, əhsən Talih. Müdafiədə çox etibarlı oynadı. Hücumumuzu davam etdirəcək. Daha yaxşı başlamışıq. Daha istəkli görünürük. Hücumlarımız da yaxşı alınır. Hesabın açılmasını gözləyirik səbirsizliklə. Məhəmməd Xəlilov, geri ötürmə Talih Babayev. Ağaseyid Qasımov. Ağaseyidin ötürməsi, Xətai Bağırov topu saxlayır, geri oynayır Talih Babayev və topu uzaqlaşdırır. Ən doğru qərarı verdi Talih. Çətin vəziyyətdə topunu ötürülmüşdü Xətai tərəfindən və həm Talih risk etmədi. Rumıniya futbolçuları yan xətdən top oyuna daxil edirlər. Lucian Trif. Lucian Trifin zərbəsi yaxşı alınmır. Uzaq məsafədən yoxladı Məhəmməd Xəlilov. Lucian Trif. Trif irəli ötürmə. Ağaseyid Qasımov. Çıxışda səhv etmir. Maçın 9-cu dəqiqəsi. Trif. Ötürmə. Komanda yoldaşına hələ ki. Top özündə saxlayıb Rumıniya komandasının üzvləri. İndi Trifdən daha bir ötürmə çox yaxşı idi əslində. Amma davamını gətirə bilmədilər. Ağaseyid Qasımov, Ramiz Çovdarov gözlədi topu burada. Məhəmməd Xəlilov. Ona qarşı qayda pozulur. Qayda pozulur. Sonuncu xəbərdarlığını edir hakim. Sarı vərəqə tələbi var idi komandamız tərəfindən, amma hakim fərqli qərar verdi. Ramiz Çovdarov, Xətai Bağırov rəqbini keçməyə çalışırdı. 4-də 1 finalda rəqibimiz İngiltərə seçməsi ola bilər. Onlar Bolqaristanla görüşdə penaltilərdən sonra sevinən tərəf oldu. Əsas Rumıniyanı keçməkdir. Bu çox vacibdir. Çovdarov. Ramiz Çovdarov topu az qala itirəcəkdi. Yaxşı ki, bu baş vermir. Xətai Bağırov. Xətai Bağırov əla keçir. Zərbəsi yaxın küncə. Oyda, belə olmaz axı. Bu top qapıdan keçmir. Keçmir. Həqiqətən də yenə də alınmadı. Yenə də alınmadı. Top qapıdan keçmək istəmir. İnanılmaz təzyiqimiz var. Rumınlar hücumlarımız qarşısında çox çarəsiz vəziyyətdə qalırlar, amma hələ ki bəxtləri gətirir. Hələ ki bəxtləri gətirir. Rəvan Kərimov out atışını yerinə yetirəcək. Əla görüntülər təqdim olunur. Rejissorumuz tərəfindən azarkeşlər komandamızdan qol gözləyirlər. Əla ötürməkdə əslində Xətai Bağırovun zərbəsi dəqiq alınmır. Beşliklər indi yenə də dəyişəcək, hazırlaşır. Komandamızın digər üzvləri Rumunlar mümkün qədər tempi aşağı salmağa çalışırlar. Bircə belə məqamda hücuma alidə olub, səhv etməyək. Əsas məsələ də bax budur. Qapımızı da qorumağı mütləq diqqətdə, prioritetdə saxlamalıyıq. Beşliklər yenidən dəyişir. Çox heyfsənir Xətai Bağırov. Bir qədər əvvəl onun hücumundan sonra Azərbaycan seçməsi fərqlənməyə çox yaxın oldu. Top müdafiəçiyə dəydi, ardınca qapı dirəyi. Bircə top qapıdan keçmədi. Başqa hər istiqamətdə getdi top. Bu da Maralzadədir. Çempionatın maskotu. Bütün bu müddət ərzində azarkeşləri əyləndirilməsi ilə məşğuldur.
Talih kənara gəlir. Vüsal İsayev də oyunda da Seyid Qasımov. Elvin yanında da Seyid yəqin ki irəli oynayacaq. Ağa Seyidin ötürməsi. Eşkin Toğruyev. Eşkin çox hündür idi müdafiəçi ondan, amma bu mübarizədə Eşkin daha yaxşı oynadı. Top isə meydandan çıxır. 13-cü dəqiqə görüşdə. Rumıniya komandasının hücumu. Mircea Popa topu. Şimdi yan xəttdən oyuna daxil edəcək. Ötürmə qapı qarşısına. Çox təəssüf, çox təəssüf. Bax, bu səhvdən danışırdıq. Bu səhvdən danışırdıq. Alin Robo hesabı açır. Bax, belə səhvlərdən danışırdıq. Çox təəssüf, çox təəssüf. Yəni, hazırda hesab heç oyuna görə deyil. Hücum edən tərəf Azərbaycan. Real qol vəziyyətləri yaradan tərəf. Seçməmin zaman fərqlənən Rumıniya olur. Adi bir epizodda yenə də Ağa Seyid Qasımovla burada Təmkin Xəlilzadə bir-birini başa düşmür. Çıxışda səhv və sadəcə bu hədiyyə idi. Rumıniya komandasına sanki qonaqpərvərliyimizi göstərdik. Elvin Əlizadə, Vüsal İsayev. Vüsalın ötürməsi, Təmkin Xəlilzadə geri oynayır. Ağa Seyid Qasımov, Eşkin Tağıyev. Yenidən Ağa Seyid topu qəbul etdi. Ağa Seyidin uzun ötürməsi Elvin Əlizadə və qayda pozulmuyor. Hesabda geridə olsaq da komandamız bunun əvəzini artıqlamasıyla çıxacaq güclədir. Ruhdan düşməyək, oynamaq lazımdır. Elvin Əlizadə geri oynayır. Ağa Seyid Qasımov, Vüsal İsayev. Vüsal. Yaxşı ki, topu özündə saxlaya bilir Vüsal İsayev və ona qarşı qayda pozulur. Dərhal topu oyuna daxil etsə də biraz anlaşılmazlıq. Top meydandan çıxır. Out atışı yerinə yetirildi Vüsal İsayev. Yan xəttdən çıxır. Lucian Trif. Lucian Trif topu özündə saxlayır. Uzun ötürmə. Out millimizin. Bu məqamlarda özümüzə gəlib buraxılmış topu sadəcə unutmaq lazımdır. Azarkeşlərin də dəstəyi ilə bərabərlik qol axtarışındayıq. Eşkin Tağıyev topla irəliləyir Eşkin. Ona qarşı qayda bozuntusu var idi. Əslində hakim davam edir. Elvin'in ötürməsi Eşkin az qala topu qəbul edəcəkdi. Bir qədər çatmadı. Ağa Seyid Elvin'lə oynayır. Yenidən Ağa Seyid Qasımov. Mir Mehdi də top gözləyir. Sol cinahda indi. Vüsal İsayev top qəbulunda. Səhv edir Eşkin Tağıyev. Vüsal İsayev topa çata bilmədi. Zərbə qapıya Ağa Seyid. Topu tuta bilir. Bax, belə səhvlər etməməliyik. Biraz həyəcan hiss olunur. Bu səhvləri mütləq düzəltmək lazımdır. Elvin Əlizadənin ötürməsi, Təmkin Xəlilzadə topu komanda yoldaşına çatdırmağa çalışdı. Out Azərbaycan seçməsinin. Ağa Seyid Qasımov, Eşkin Tağıyev. Yenidən Ağa Seyid Qasımov. Eşkin Tağıyev geri oynayır. Ağa Seyid. Eşkin, Elvin Əlizadə. Tələsmir hələ ki. Elvin'in ötürməsi, Ağa Seyid Qasımov meydanın mərkəzində keçir və qapı boşdur, qapı boşdur. Dərindən nəfəs ala bilərik. Dərindən nəfəs ala bilərik. Elvin biraz ötürməni çox irəli vermişdi. Diqqətli olmalıyıq. Bu məqamlarda ardıcıl səhvlər edirik. Mütləq bunu düzəltmək lazımdır. Ramiz Çovdarov geri ötürmə Ağa Seyid Qasımov. Və qayda pozulur qapçımıza qarşı. Sarı vərəqə, qaçmaq olmaz. Qayıdıb sarı vərəqəni qəbul etmək lazımdır. Saron Çirica. Hakim tərəfindən ona rəsmi xəbərdarlıq edildi. Talih Babayev. Ötürmə Ramiz Çovdarov. Talih Babayev geri oynayır. Ramiz Çovdarov. Çovdarov. Ağa Seyid Qasımov.
Rəvan Kərimov. Ağa Seyid. Ötürmə Ramiz Çovdarova. Çox riskliydi bu. Çox riskliydi. Top seçməmizdə qalır. Talih Babayev. Geri attı top Ağa Seyid Qasımov. Ramiz Çovdarov. Çovdarov irəli oynayır. Rəvan Kərimov. Top yan xətdən çıxır. Out atışını Ramiz Çovdarov yerinə yetirəcək. 18-ci dəqiqə qarşılaşmada. İlk hissənin sonuna qədər hesabı bərabərləşdirsək, əla olar Ramiz Çovdarovun ötürməsi, amma burada heç kim yox idi. Top meydandan çıxır. Sanki buraxılmış top komandamıza təsir edib mənfi mənada. Bunu düzəltmək lazımdır. Unutmaq lazımdır həmin qolu və Azərbaycan millisi öz oyununu oynasa, Rumıniya inanın ki, komandamız qarşısında heç nə edə bilməyəcək. Sadəcə öz oyunumuzu tapmalıyıq. Rahat şəkildə, həyəcansız yolumuza davam etməliyik. Məhəmməd Xəlilov yaxşı açılmışdı. Ötürməsi hələ ki ünvanına çatmır Məhəmməd. Hakim bildirir ki, davam etmək lazımdır. Artıq Rumınlar çarəsizlikdən uzaq məsafədən zərbə vururlar qapıya. Ramiz Çovdarov irəli oynayır. Talih Babayev. Yenidən Ramiz. Xətay Bağırov da gözləyir. Ramiz Çovdarovun zərbəsi yaxşı alınmadı. Bəli, bax, az yaşlı Azarkeşin dediyi kimi bir dənə qol. Hələlik bu lazımdır. Amma bütün tələb olunan bu deyil. Məqsədimiz təkcə bir qol vurmaq deyil. Məqsədimiz bu oyunda qələbə qazanıb növbəti mərhələyə keçməkdir. 4-1 finala vəsiqə qazanmaqdır. Yenə də Azərbaycan seçməsi bacardığını etməlidir ki, bax, bu Azarkeşləri sevindirsin. Həqiqətən də bugün Milli Gimnastika Arenasında hər kəs millimizin yanındadır. Hər kəs qələbə gözləyir seçməmizdən. Düz hesabda geridəyik, amma hələ vaxt var. Hələ vaxt var, tələsməyək. Qaydanı pozur Rumunlar. Əlbəttə ki, oyunun gedişatına nəzər salsaq, Rumıniya komandasının hər hansı bir üstünlüyündən ümumiyyətlə danışa bilmərik. Sadəcə komandamızın heyətində bəzi futbolçuların ara sıra səhvləri olur ki, Rumunlar da yalnız bundan istifadə edib nəsə edə bilirlər. Bax, bu da həmin səhvlərdən biridir. Ağa Seyid, ürəyimiz düşdü yerə. Diqqətli olaq. Çox xahiş edirik, diqqətli olaq uşaqlar. Belə səhvlərlə dünya çempionatı ilə vidalaşmaq olmaz. Daha bir ötürmə Rumıniya komandasının hücumunu izləyirik. Zərbəyə imkan vermək olmaz. Ramiz Çovdarov da rəqibin üzərinə gedir. Elvin Əlizadə də indi təmkin. Pressing tətbiq etməyə çalışır. İrəli ötürmə, başla zərbə və top qapının üstündən keçir. Elvin Əlizadə. Elvinin ötürməsi Vüsal İsayev istiqamətində topu dərhal sağa atmışdı. Vüsal çox doğru qərar idi. Out Azərbaycan milli komandasının. Elvin Əlizadə. Solda Eşkin top gözləyir. Elvin hələ gözü irələməyə çalışır. Elvin Əlizadə zərbə vurmadı. İndi qapı qarşısına zərbə var ötürmə. Bir Mehdi. Yaxşı oynayır bu məqamda. Hücumumuzu davam etdiririk. Elvinin ötürməsi qapı qarşısına. İlçəyə Popa topu uzaqlaşdırır. Elvin Əlizadə təmkinə də ata bilər topu. Nisbətən geridə gözlüdü təmkin həmişək kimi. Dərhal zərbə vurmaq üçün Təmkin Xəlilzadə. Vüsal sol cinahda topu qəbul edir. Vüsalın ötürməsi Emir Mehdi Rızayev. Mehdi Eşkin Tağıyevlə oynadı. Küncdən zərbə. Küncdən zərbə. 22-ci dəqiqədə hissənin sonuna qədər hesabı bərabərləşdirsək çox yaxşı olar. Bəlkə də bu elə həmin məqamdır. Bəlkə də indi həmin qolu vura biləcək Elvin Əlizadə. Küncdən zərbəni yerinə yetirir. Elvin Əlizadə sərt ötürmə qapı qarşısına. Rumunlar hələ ki bu topun da qarşısını kəsdilər. Təkrarlanır standart vəziyyət. Eyni yerdən geri ötürmə təmkin. Top qapıya
Yaxın düşmədi, müdafiəçiyə imkan vermir. Təmkin Xəlilzadə, əhsən, topu komandamıza qazandırır Təmkin. Geri oynuyor Elvin Əlizadə. Rəqbini keçməyə çalışır, ötürməsi irəli. Bir Mehdi istiqamətində Eşkin Tağıyev. Eşkin, əhsən. Alqışlamaq lazımdır Eşkin Tağıyevi bu mübarizə ruhuna görə. Rumıniya komandası out atışını yerinə yetirir. Geri oynadılar. Lucian Trif. Trif'in irəli ötürməsi. Top qapı xəttindən çıxır. Ağaseyid Qasımov. Eşkin də top gözləyir. Eşkin Tağıyev. Geri oynuyor Elvin Əlizadə. Ağaseyid Qasımov. Ağaseyid mərkəz oynadı. Vüsal İsayev. Elvin Əlizadə. Elvin bir rəqbini keçir. Elvin topu mərkəzə çəkdi. Qayda pozuntusu yoxdur. Cəld geri qayıtmaq lazımdır. Eşkin var qüvvəsi ilə dala. Geriyə qaçırdı. Zərbə yaxşı alınmadı o qədər də. Elvin Əlizadə. Ötürmə Vüsal İsayev. Geri oynadı Eşkin Tağıyev. Ağaseyid Qasımov. Eşkin Tağıyev. Yenidən Ağaseyid. Təmkin də cinahda top gözləyir. Uzaq küncdə baxmaq olar. Eşkin Tağıyev Ağaseyidlə oynayır. Təmkin Xəlilzadə təkdir. Hələ ki topu oraya ötürməyə tam qərar vermir. Komandamızın üzvləri Ağaseyid Qasımov. Ağaseyid Qasımov yalnız 100%'li ötürmələr etməyə məcburdur. Onun səhv etməyə haqqı yoxdur. Belə ötürmələrdə özü də bunu çox yaxşı başa düşür. Out Azərbaycan seçməsinin. Vüsal dərhal geri oynadı Eşkin Tağıyev. Eşkin Tağıyev. Təmkin. Yenidən Eşkinə ötürmə biraz bərk alınmışdır. Deyəsən qapçı ilə oynayırdı Təmkin, amma burada hakim görüşü saxlayır və qayda pozulur. Eşkin Tağıyevə qarşı kobudluq var idi. Hakim bilir ki, yenidən top oyuna daxil edilməlidir. Müxtəlif fan klublar, futbol həvəskarları, tərəfdarlar yaşından asılı olmayaraq bugün Milli Gimnastika arenasına toplaşıblar və bu arenada millimiz onlara qələbə bəxş etmək niyyətində də Elvinin zərbəsi. Vüsal, vur Vüsal, ötürməsi Eşkin Tağıyev geri oynuyor. Yenə də alınmadı Elvin Əlizadə, geri qayıdır Elvin Əlizadə. Rəqibi ləngidə bildi bu məqamda. Oyun davam edir. Qayda pozuntusu yoxdur, topu yenidən qazanırıq Elvin. Elvin topla irəliyir. Deyəsən bir dəqiqə artırıldı ilk hissəyə və Elvinə qarşı kobudluq. Rumıniya komandasının üzvü tərəfindən sakitləşmək lazımdır. Sakitləşmək lazımdır. Elvin, sən bizə çox lazımsan bu qarşılaşmada. Bəli, özü də başa düşdü ki, əsəbini biraz əvəzlənməyini istəyir sonda. Məhəmməd Xəlilov onun yerinə meydana çıxır. 3 dəqiqə artırılıb. Bəli, 3 dəqiqə. Düzəliş edək. Hakimin işarəsini gördük, amma 3 dəqiqəymiş. Vaxtımız var hələ ki, çünki kompensasiya olunmuş vaxtda olacaq. Bax, bu qayda pozuntusuna görə 1 dəqiqə əlavə oynayacaq. 3 dəqiqədən də əlavə 1 dəqiqə mütləq oynamalıyıq. Hakimlər də bunu nəzərə alıblar yəqin ki. Eşkin Tağıyev. Ağaseyid Qasımov. Təmkin Xəlilzadə sol cinahla oynayır. Vüsal İsayev. Geri ötürmə. Ağaseyid Qasımov. Ağaseyidin zərbəsi. Mehdiyə dəyir top. Rumıniya komandasının hücumu diqqətli olaq. 2-1'ə gəlirlər və Məhəmməd Xəlilov. Oğulsan Məhəmməd. Bax belə mütləq geri qayıdıb topu komandamıza qazandırmaq lazım idi. Bunu da edə bilir Məhəmməd Xəlilov. Bir Mehdi Rızayev. Bir Mehdi cinahla oynadı. Təmkin. Geri ötürmə Vüsal İsayev. Solda Eşkin.
Eşkin biraz gözləyir, topu sağa çəkir, qüvvətli zərbə top qapının yanından keçir, yenə də alınmadı, yenə də dəqiq zərbə vura bilmirik. Bəxtimiz gətirmir. İndi Rumıniya komandasının üzvləri top oyuna daxil edirlər. Artırılmış 3 dəqiqədən ikisi gedib, amma onu da qeyd edək ki, həmin o 1 dəqiqə yaddan çıxmamalıdır. Eşkin Tağıyev, Vüsal İsayev, geri ötürmə Seyid Qasımov, Eşkin Tağıyev, Eşkin geri oynayır Ağa Seyid, cinahda Vüsal, Elvin yenidən oyuna qayıtdı. Ağa Seyid Qasımov, Vüsal İsayev, eybi yox, eybi yox, olur, belə məqamlar olur. Elvin Əlizadə rəqibdən topu almağa çalışırdı və topu oyuna seçməmiz daxil edəcək. Ağa Seyid Qasımov sol cinahlı oynayır. Vüsal İsayev. Çox təəssüf, amma hakimlər tez yekunlaşdırdılar hissəni. Başa düşürəm 3 dəqiqə artırılmışdı, amma o 1 dəqiqə ərzində oyun davam etməmişdi. Çox təəssüf. Bu 1 dəqiqədə bizim əlimizdən alınır. Hissə yekunlaşır, fasiləyə ayrılırıq. Fasilə sonra yenidən birlikdə olacaq. Hələlik. Hörmətli izləyicilər, Dünya çempionatında 8-də 1 final mərhələsi. Rəqibimiz Rumıniya seçməsinin ikinci hissə başladı artıq və milli komandamız hələ ki hesabda geridədir. Adi bir səhvdən sonra qapımızdan top buraxdıq. İlk hissədə daha üstün tərəf idik. Gol imkanlarımız da daha çox idi və ikinci yarıda bu səhvləri düzəltmək lazımdır. Əsas məqsəd elə ki, bərabərlik qolunun vurulmasıdır. Talih Babayev, Ramiz Çovdarovla oynayır. Yenidən top yan xətdən oyna. Yox, hakim bilir ki, onsuz da top oyundaydı və Ramiz Çovdarov komandamızın hücumunu davam etdirir. Xətai Bağırov. Xətai geri oynadı, Ramiz Çovdarov. Mirkamil Əliyev. Mirkamil bir rəqbini keçir. Mirkamilin ötürməsi Talih çevrilməyə çalışdı və top qapı xəttindən çıxır. Küncdən zərbə. Mirkamil Əliyev. Qapı qarşısına ötürmə. Yenə də Rumıniya komandasının kapitanı başla topu uzaqlaşdırır. Ötürmələrin qarşısından çox o kəsir. Mirkamilin növbəti cəhdi. Kamil top keçmədi. Xətai Bağırov da geri qayıdır. Rumıniya komandasının hücumunu istəyirik və futbolçularımız rəqibi sıxışdıra bildilər kənara və kənarda reklam bandına deyir Rumıniya komandasının üzvü. İndi ona yardım ediləcək. Bir daha baxırıq. Burada Xətai Bağırovla mübarizə aparırdı Rumıniya seçməsinin üzvü. 9 nömrəli Vlad Mokanu. İndi Mokanu'ya yardım edilir. Daha sonra Rumıniya komandasının üzvləri küncdən zərbəni yerinə yetirəcəklər. Geri ötürmə. Zərbə qapıya, top Ramiz Çovdarova deyir. Rumunlar out atışını yerinə yetirdilər. Geri ötürmə. Lucian Trif. Mirçə geri oynuyor yenidən Lucian Trif. Uzun ötürmə dəqiq alınmır bu dəfə. Revan Kərimov. Vəli Qafarov. Yenidən Revanla oynadı. Revan geri ötürməsi. Vəli Qafarov. Talih Babayev. Vəli Qafarov. Çovdarov topu qəbul edir. Vəli Qafarov. Mirkamil də top gözləyir cinahda. Talih Babayevin ötürməsi çox yaxşı alınır Xətaiyə. Xətai geri oynadı Talih. Ramiz Çovdarov, Mirkamil. Mirkamil Əliyev.
Kamil topu özündə saxlayır. Mir Kamilin sol şinahı ötürməsi Ramiz Çovdarov. Qapı qarşısına sərt ötürmə və gol! Gol, 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 gol! Ramiz Çovdarov hesabı bərabərləşdirir. Bax, belə lazımdır. Burada nə var ki? Bizim üçün Rumıniyanı məğlub etmək elə də çətin deyil. Dünya çempionu olsalar da, güclü rəqib olsalar da, bəlkə də ən arzu olunmaz rəqib olsalar da bu problem deyil. Sadəcə ilk hissədə də qeyd etdiyimiz kimi öz oyunumuzu oynamalıyıq. Rahat şəkildə, sakit şəkildə öz oyunumuzu oynamalıyıq. Nəhayət hesabı bərabərləşdiririk. Ramiz Çovdarovun zərbəsindən sonra top rəqibə dəyir və qapıdan keçir. Özü, qolun müəllifi kimi Talih Babayev göstərdi, amma bu yanlışdır. Ramiz Çovdarov idi fərqlənən. Bəli, bir daha səslərini eşidirik. Lazımdır bizə, yenə də qol lazımdır. Yenə də video təkərə baxılır. Baxaq görək nə olub orada. Oyun davam edir. Bəli, Ramiz Çovdarov out atışını yerinə yetirdi. Başa topu qaytarır Rumıniya komandasının kapitanı Talih Babayev. Başa salır ki, buradan keçid yoxdur. Mircea Popa topu geri attı. Andrey Balea. Balea irələməyə çalışırdı. Rəvan Kərimov çox yaxşı oynamışdı. İndi topu yenidən qazanmaq lazımdır. Və daha öncəki epizoda görə hakim ritini səsləndirir. Qayda pozuntusu qeydə alınır. Beşliklərimiz də dəyişir. Bax, bunun davamını gətirmək lazımdır. Hüseyin Vəliyev də oyundadır. Arxa xəttdə bu məqamlarda Hüseyibdən istifadə edəcək Elşad Quliyev. Mir Kamil Əliyev də kənara gəlir. Hər kəs oynamaq istəyir. Çox həvəsli şəkildə oyuna davam etmək istəyirlər. Elşad Quliyev də Mir Kamilə bildirdi ki, narahat olma, birazdan qayıdacaqsan. Çox güman belə bir diyaloq idi və çərmə zərbəsini Rumıniya komandasının kapitanı Mircea Popa yerinə yetirir. Çox güman zərbə vuracaq qapıya. Bəli, zərbə vurur və top qapıdan aralı keçir. Vəli Qafarov. Təmkin Xəlilzadə. Yenidən Vəli ilə oynuyor. Təmkin Xəlilzadə. Ötürməsi Vəli Qafarov. Vəli çevrilir. Elvin Əlizadə. Əla. Təmkin topladı. Təmkin. Elvin Əlizadə. Elvin Əlizadə. Rəqib oyunçu ilə əməlli başlı danışdılar. Topla danışırdılar, amma Elvin bildirdi ki, bura Bakıdır. Biz doğma meydanda oynayırıq və sizi inandırın, bax, burada ap-hava çox gərgindir. Meydanda ap-hava çox gərgindir futbolçular arasında. Həm də hesabda geri düşəndən sonra müəyyən bir agresiv yanaşma da yarandı. Komandamızda bunu etmək olmaz. Daha rahat, sakit şəkildə belə səhvlər etmədən oyuna davam etmək lazımdır. Top qapının yanından keçir. Komanda olaraq oyunun gedişatı da göstərir ki, rəqibdən güclüyük. Rəqibi keçə bilərik. Elə Vəli Qafarovun da indi oynadığı kimi təmkinlə oynamalıdır milli komandamız. Söhbət təkcə Xəlilzadədən getmir. Ümumilikdə rahat şəkildə oyunumuzu davam etdirməliyik. Rumıniya futbolçular arxa xəttdə topu özlərində saxlayırlar elə ki, Rusyan Triyev qapçının uzun ötürməsi. Yenə də qeyri-dəqiq alınır. Arxa xəttdə ötürmələrdə çox risk etmir Rumınlar. Çəkinirlər top itkisindən. Bu əla bir məqamdır, çünki
hücumlarını davam etdirə bilmirlər. Ötürmələrlə Rumunların ikinci hissə ümumiyyətlə bir məzmunlu hücumunu görməmiş yerə ki, Eşkin Tağıyev. Eşkin topladı. Eşkin hələ ki gözləyir, geri ötürmə, Vəli Qafarov. Vəlinin irəli ötürməsi, Təmkin əla qəbul etdi topu. Təmkin Xəlilzadə. Geri oynayır Eşkin Tağıyev. Eşkin sonuncu müdafiəçi kimi indi. Geri ötürmə, Vəli Qafarov. Vəli topla biraz irəli çıxdı, yenidən Eşkinlə oynayır. Eşkin Tağıyev. Ötürmə, Elvin Əlizadə. Qarşısında yenə də Rumıniyalı futbolçu var, Elvin Əlizadə. Yenə də onu keçməyə çalışır, irəli ötürməsi. Yaxşı alınmır, Elvin biraz sakitləşməlidir. Biraz prinsipiyallığı kənara qoymaq lazımdır. Eşkin solda top gözləyir, Elvin təmkinlə oynadı. Təmkinin bu ötürməsi keçmir. Burada isə qayda pozuntusu qeydə alır hakim. Hər şey təxmini 16-17 dəqiqədən sonra məlum ola bilər. Əlbəttə ki, görüş penaltilərə qədər də uzana bilər. Qarşılaşma bərabərliklə yekunlaşsa, əsas odur ki, bu gerilikdən xilas olduq. İndi yalnız və yalnız qələbə topu haqqında düşünürük. Dəli ötürmə, Təmkin Xəlilzadənin nəzarəti ilə top. Yan xətdən çıxır, beşliklərimiz yenidən dəyişir. Ramiz Çovdarov. Yan xətdən oyuna daxil edilir və qayda pozulub. Qayda pozulub, cərmə zərbəsini millimiz yerinə yetirəcək. Xətai Bağırova qarşı kobudluq var idi. Cərmə zərbəsini Ramiz Çovdarov deyəsən yerinə yetirəcək. Qolun müəllifi, bərabərlik qolunun müəllifi. Onun zərbəsindən sonra top Rumıniyalı futbolçuya deyərək qapıdan keçmişdi. Ramizdən daha bir qol gözləyirik. Fərq etməz, Ramiz vurdu qolu, rəqibə dəydi, girdi. Başqa bir oyunçumuz vurdu. Əsas odur, Azərbaycan yazısının önündəki o bir rəqəmi ikiyə dəyişsin. Hesabda önə keçək, bunu səbirsizliklə gözləyirik. Hakimlər indi işarəsini verəcək. Talih Babayev də rəqib qapçını biraz yanıltmağa çalışır, onun qarşısında dayanmağa çalışır. Talihin hərəkətlərinə biz baxırıq. İndi Ramiz Çovdarov, Ramizin zərbəsi. Lucian Trif topu dəf edə bilir. Talih Babayev doğru addım attı, irəli oynadı, geri ötürmə vermək biraz riskli idi. Lucian Trifin uzun ötürməsi. Bax belə rəqibi onların öz qapısı tərəfdən təzyiq göstərməklə bax belə səhv uzun ötürmələrə məcbur edirik ikinci hissədə. O çox yaxşıdır. Rumıniya komandası daha çox güc sərf edir. Onlar topsuz oynamağa məcburdular ikinci hissədə. Ardıcıl hücumlar təşkil edirik və indi cərmə zərbəsini Mircea Popa yerinə yetirəcək. Geri ötürmə. Lucian Trif. Mircea Popa hələ ki gözləyir. Lucian Trif qapçı irəli çıxıb. Lucian Trifin uzun ötürməsi. Vəli Qafarov rahatlıqla topu götürə bildi. Ramiz Çovdarov cinahla oynayır. Mirkamil Əliyev. Mirkamil cinahda. Rəvan Kərimov. Yenidən Ramiz Çovdarov. Ramizin ötürməsi Rəvana. Rəvan topu buraxır Mirkamil Əliyev. Mirkamil çox yaxşı keçir rəqibini və topu da komandamızda saxlaya bilir. Ən texnikal oyuncularımızdan biridir Mirkamil Əliyev. İkinci hissədə onun meydançada olmağı öz müsbət təsirini göstərir komandamızın oyununa. Xətai Bağırov. Mirkamil Əliyev. Ötürmə sol cinaha. Talih. Yaxşı oynadı. Geri ötürmə Vəli Qafarov. Uzun oynayır Ramiz Çovdarov istiqamətində. Top yan xətdən çıxır. Hücumu meydançanın rəqibə hissəsinə davam edəcək. Talih Babayev. Talih. Ramiz Çovdarov. Talihin önünə atır topu. Qapı qarşısında sərt ötürmə lazımdır. Talihin də məqsədi bu idi və top hakimlərin qərarı xətti keçmişdi.
Bəli, küncdən zərbə olacaq. Top xətti keçmişdi. Ramiz Çovdarov küncdən zərbəni yerinə yetirməyə hazırlaşır. 39-cu dəqiqə yekunlaşmaq üzrədir. Daha bir gol lazımdır. Ramizin ötürməsi, Rəvan toxuna bilmədi. Rəvan Kərimov ikinci golumuzu vura bilərdi. Talih Babayev, Vəli Qafarov, Ramiz Çovdarov, Mir Kamil. Eybi yox, olur. Elə məqamlar olur. Sadəcə geri qayıdıb yenidən öz mövqelərimizi tutmalıyıq. Rumıniya komandası topu hazırda özündə saxlayır. İrəli ötürmə qapçıdan düz ampula yoldaşına Vəli Qafarova top gəldi. Vəli Qafarov, Ramiz Çovdarov dərhal irəli oynayır. Xətai Bağırov istiqamətində bu ötürmə o qədər də yaxşı alınmamışdı. Bir qədər sonra beşliklər yenidən dəyişəcək komandamızda. Lucian Triif, Mircea Popa, yenidən Lucian Triif. Triifin bu dəfə uzun ötürməsi yenə də dəqiq alınmır. Elvin Əlizadə. Elvin topladı. Elvin. Elə ki gözləyir bir rəqbini keçir Elvin. Sol cinahda Eşkin Tağıyev. Eşkin. Təmkin Xəlilzadə. Təmkin topladı. Geri oynayır Elvin. Vüsal İsayev. Vüsal İsayev. Vüsal. Biraz gözləyir Elvin Əlizadə. Yaxşı mövqeyə açıldı. Elvin topu özündə saxlayır. Vüsal da top gözləyir Elvin Əlizadə. Vüsal atmadı topu. Sağ cinahdadır. Qapı qarşıda anlatırmaz. Zərbə qapıya və az qala Mir Mehdi ikinci qolu vuracaqdı. Əla görmüşdü komanda yoldaşını Elvin Əlizadə. Təmkin Xəlilzadə hakimə də bildirir ki, vaxta nəzarət etsin. Bu heç-heçə Rumuniyaya belə görünür ki, sərf edir. Onlar bu heç-heçəni qoruyub saxlamağa çalışırlar ki, heç olmasa penaltilər seriyasında sevinsinlər. Amma millimiz işi penaltilərə saxlamaq fikrindən çox uzaqdır və təmkinə qarşı kobudluq, sarı vərəqə olmalıdır. Belə də olur. Bəli, 20 nömrəli oyuncu Katalin Tineu hakim tərəfindən cəzalandırılır. Təmkin Xəlilzadə, geri ötürmə Vəli Qafarov. Sol cinahda Vüsal İsayev, geri oynayır Vəli Qafarov. Vəlinin uzun ötürməsi Mir Mehdi istiqamətində top komandamızdadır. Hücumu davam etdirəcək. Əlbəttə ki, Rumıniyalı golkiper vaxt uzatmağa çalışır. Təmkin topu Ender Mir Mehdiyə verdi. İndi Vüsal İsayev. Vüsal bir rəqbini keçir. Ötürməsi Elvin Əlizadə. Təmkin. Vüsal İsayev. Təmkin Xəlilzadənin önünə atmağa çalışdı. Topu alınmır. Geri qayıtmaq lazımdır. Topu komandamıza yenidən qaytarmaq lazımdır. Elvin Əlizadə rəqbin önündədir. Elvin. Top qapının yanından keçir. Top qapının yanından keçir. Olur. Görüşdə belə səhvlər olur. Əsas odur ki, tez bir zamanda geri qayıdıb rəqib hücumunun qarşısını kəsəsən. Bunu da qisməni bacara bildi. Futbolçularımız rəqibə mane ola bildilər. Top qapının yanından keçmişdi. İndi Eşkin Tağıyev. Eşkin Tağıyev. Cinahlı oynayır. Vüsal İsayev. Eşkin Tağıyev. Biz bu görüşdə qələbəyə layiqik. Azərbaycan Mini Futbol Federasiyası bax bu təşkilatçılığa görə, bu dünya çempionatının təşkilinə görə, komandamız öz gücünə, qüvvətinə görə, istəyinə görə və ən əsas məsələlərdən biri də buradakı azarkeşlər. Hər kəs qələbəyə çox layiqdir. Bircə qalır həmin o qələbəni qazanmaq, qələbə qolunu vurmaq. 44-cü dəqiqə görüşdə. Samir Həmzəyev oyundadır. Uzun ötürmə. Bu dəfə də top
yan xətdən çıxır. Bugün ikinci hissədə Lucian Trifin bəlkə də 6-cı, 7-ci cəhdidir. Eyni tipli ötürmələr heç birində top onun komanda yoldaşına çatmır. Eşkin geri oynadı Vəli Qafarov. Risk etmir. Çox yaxşı oynadı Samir istiqamətində ötürmə. Hücumumuzu davam etdirəcək Mir Mehdi Rızayev. Geri oynuyor Elvin Əlizadə. Elvin topladı. Elvin Əlizadə. Vüsal İsayev sağda gözləyir. Elvin. Hələ ki pauza edir. Elvin Əlizadə. Topu sola çəkir. Vüsal İsayev. Vüsal. Mir Mehdi solda top gözləyir. Vüsalın ötürməsi Mir Mehdi Rızayev. Vəli Qafarov. Vüsal İsayev. Vüsal. Mərkəz ötürmə. Hakim bildirir ki, qayda pozulmayıb Samir Həmzəyevə qarşı. Və Ramiz Çovdarov Vüsal İsayevin əvəzinə indi oyuna çıxır. Alt atışını yerinə yetirir daha doğrusu Rumıniya futbolçuları. Top o qədər ikinci hissədə milli komandamızda olur ki, artıq buna alışmışıq. İndi Ramiz Çovdarov yan xətdən top oyuna daxil edir. Elvin Əlizadə. Elvin. Çovdarov. Elvin Əlizadə. Rəqibin 3 oyuncusu meydançanın komandamıza aid hissəsindədir. Vəli Qafarov, Eşkin Tağıyev yenidən Vəli ilə oynayır. Vəli Qafarovun irəli ötürməsi Mir Mehdiyə çox yaxşı alındı. Mir Mehdi də topu ayaqla saxlamışdı və Lucian Trif topu var qüvvəsi ilə uzaqlaşdırmağa çalışdı. Elvin Əlizadə geri oynayır. Ramiz Çovdarov, Eşkin Tağıyev. Eşkin topladı. Samir Həmzəyev geri qayıtdı, topu qəbul etdi. Elvin Əlizadə yenidən Samirə atmağa çalışdı topu. Elvinə qarşı qayda pozulur. Elvin Əlizadə. Sağ cinaha ötürmə Eşkin Tağıyev. Geri oynayır Elvin Əlizadə. Samir Həmzəyev. Samir topu özündə saxlayır Elvin Əlizadə. Ramiz Çovdarov əsl qol vurmağın vaxtıdır. Görüşün sonlarıdır. Mən arenada nələrin baş verəcəyini düşünə belə bilmirəm. Ramiz Çovdarovun zərbəsi topu rəqibə dəyir. Xətai Bağırov. Yox, sakitləşmək lazım. Sakitləşmək lazımdır. Dünya çempionatıdır. 8-də 1 finaldayıq. Hesab 1-1'dir. Sona 3 dəqiqədən biraz artıq qalıb. Belə hərəkətlərə yol verməyək. Lucian Trif. Samir Həmzəyev. Samirin ötürməsi Elvin Əlizadə yenidən Samirin önünə top atmağa çalışdı. Samir sona qədər rəqibin üzərinə gedirdi. Rumunlar yalnız topu uzaqlaşdırmaqla məşğuldur. Müdafiə olunurlar, topu uzaqlaşdırmağa çalışırlar ki, oyunu penaltilərə qədər uzatsınlar. Hələ ki bu onlarda alınır. Amma vaxtımız var, çox olmasa da var. Ramiz Çovdarov. İrəli oynayır Eşkin Tağıyev. Eşkin Tağıyev də ona qarşı qayda pozulur. Ona qarşı qayda pozulur. Eşkin məcbur etdi ki, rəqib qaydanı pozsun. Lucian Trif futbolçumuza qarşı kobud oynamışdı. Cərmə zərbəsini yerinə yetirəcək. Çox təhlükəlidir Azərbaycan millisinin cərmə zərbələri. İndi baxaq görək bu məqamda bu standart vəziyyətdən sonra nəyə nail ola biləcək. Ramiz Çovdarov. Daxil olur futbolçularımız. Ramizin geri ötürməsi Elvin Əlizadə. Elvin rəqibini keçməyə çalışdı. Azacıq çatmadı. Elvin Əlizadə sona qədər qaçır və topu da qazandırır komandamıza. Elvin Əlizadə topu komandamıza qazandırır və hakim bildirir ki, bəli,
Deyəsən etiraz etdi Rumıniyalı futbolçu, ona sarı vərəqə göstərilir. Yoxsa qaydanı Rumıniyalı futbolçu pozmuşdu. Bəli, qaydanı pozmuşdu. Elvin Əlizadə çox əla əzmkarlıq göstərərək geri qayıtdı, topu da komandamıza qaytardı və indi cərimə zərbəsini yerinə yetirdik. 49-cu dəqiqə yekunlaşır, ötürmə sağ içinə Ramiz Çovdarov. Geri oynayır Elvin Əlizadə. Elvin topladı. Eşkin Tağıyev. Eşkin. Geri ötürmə Elvin Əlizadə. Ramiz Çovdarov. Samir Həmzəyev. Samir Həmzəyev geri oynadı. 1 dəqiqə göstərir. Hakim kənara 1 dəqiqə artırılır görüşün ikinci hissəsinə. Vəli Qafarov. Vəli topu özündə saxlayır. İrəli ötürmə Elvin Əlizadə sinəsi ilə çox yaxşı saxla topu. Geri çəkir. Elvin ötürməsi. Xətai Bağrovun zərbəsi. Hücumumuz davam edir. Daha bir zərbə lazımdır. Uzaqlaşdırır topu Rumunlar. Hələ var. 1 dəqiqədən də artıq vaxtımız var. Xətai Bağrov bir rəqbini keçir. İkincisini keçir. Xətai ötürmə lazımdır. Xətai. Daha bir əmləmiz olacaq. Daha bir cəhdimiz olacaq. Hakim bildirir ki, vaxta baxıram Rumıniyalı oyuncu. Bu tempə dözə bilməyib. Hələ ki ayağa qalxmır. Hər şey qaydasındadır. Andrey Kosmin Baliyaya sarı vərəqə vaxt uzatdığına görə son fürsətlərimizdən biridir. Eşkin Tağıyev. Eşkin topladı. Eşkin Tağıyev biraz mərkəzə çəkilir. Diqqətli olmaq lazımdır. Səhv etmək olmaz. Elvin Əlizadə də onun yanındadır. Top yan xəttdən çıxır. Yenə də Rumıniyalı futbolçu yerə yıxılır. Bizim futbolçuların ayağı yaman ağırdı deyəsən. Bu zərbələrdən sonra Rumunlar heç cür özlərinə gələ bilmirlər. Son dünya çempionu Rumıniya seçməsi. İkinci hissədə yalnız topu uzaqlaşdırmaqla, vaxtı uzatmaqla məşğuldu. İlk hissədəki epizodlarda fərqlənə bilsəydik, o bəxtsizliyi olmasaydı, artıq qələbəni qeyd edirdik bəlkə də. Ruhdan düşməyək, geri ötürmə Eşkin Tağıyev. İrəliyir cinahda Ramiz Çovdarov. Ramiz topu özü ilə çəkir. Ramiz Çovdarov geri oynadı. Eşkin Tağıyev, Elvin də top gözləyir. Elvin Əlizadə. Elvin Əlizadə topladı. Ramiz Çovdarovun zərbəsi topu rəqibə dəyərək yan xəttdən çıxır. Və qarşılaşma yekunlaşdı, hörmətli tamaşaçılar. Penaltilər seriyasından sonra qalib məlum olacaq. Bəli, görüş 1-1 hesabı ilə yekunlaşır. 1-1 hesabı qarşılaşmada qeydə alınır və sadəcə olaraq diqqətli olmalıyıq. Sadəcə olaraq daha sərrast olmağa çalışmalıyıq. Millimiz bu görüşdə çox üstün tərəfi idi. Bacardığını etməyə çalışdı, düzdür. Daha yaxşı da oynaya bilərdik, amma istənilən halda qarşılaşmanın həyəcanı, görüşün ağırlığı deyərdim. Bax, bu epizodlar, ilk hissədəki epizodlar necə bu məqamlarda biz fərqlənə bilmədik. Necə bu məqamlarda biz əlimizə düşən fürsətlərdən istifadə edə bilmədik. Eyb yox, amma bütün bunların əvəzini çıxmalıyıq. Rumıniya komandasını keçməliyik. Adi bir səhvdən sonra qapımızdan top buraxdıq. Qələbəyə Azərbaycan komandası çox layiqdir.
Bəli, püşkatma mərasimi keçiriləcək. Zərbələri kim vuracaq, o müəyyənləşir. Hərəyə 3 zərbə. Hər komanda 3 zərbə yerinə yetirəcək. 3 penalti zərbəsi. 3 penalti zərbəsi. Vəli yoxsa Ağa Seyid? Yəni Mirkamil Əliyevin fanatları onun plakatını tutublar. Mirkamilə də, bütün komanda üzvlərimizə də uğurlar arzulayırıq. Qapçılarımıza ən əsas Vəli Qafarov, Ağa Seyid Qasımov, hansınız qapıda duracaqsınızsa fərq etməz. Əsas sizə uğurlar arzulayırıq. Əgər siz qapınızı toxunulmaz saxlaya bilsəz, bilirik çox çətindir. Bilirik, çox mürəkkəb bir vəzifədir, amma çalışaq. Bəli, arenada hər kəs ayağa səslərini eşidirik. Bütün azarkeşlərin ayağa qalxmasını gözləyir. Digər azarkeşlər, hər kəs ayağa sədaları. Azərbaycan millisi çox vacib bir məqamla, çox vacib bir penaltilər seriyasıyla üz-üzədir. Bu penaltilər seriyasını uğurla keçməliyik. Buna çox inanırıq. Millimizə uğurlar arzulayırıq. Bu qədər azarkeş, hər kəs əminik ki, ekran qarşısında İdman TV-ni izləyən azarkeşlərimiz necə indi həyəcanla, evlərində, başqa yerlərdə, dostlarla, ailə ilə, yaxınlarla, fərq etməz. İşdə olanlar da var. Bəlkə də mobil telefonlar vasitəsilə yolda bu penaltilər seriyasını izləyəcək tərəfdarlarımız var. Hər kəsin bircə arzusu var. Rumıniyanı keçək, bu mərhələni keçək. Azərbaycan millisi 4-1 finalda İngiltərəyə rəqib olsun. Mübarizəni davam etdirən tərəf məhz biz olaq və artıq penaltilər zərbəsini yerinə yetirəcək adlar da məlumdur. Üçlük müəyyənləşib, düzdür. Ola bilər ki, bu 3 zərbədən sonra qalib məlum olmasın, bu seriya davam etsin. Oyun ərzində, oyunun gedişatında çox layiq idik qələbəyə. Çox üstün idik, kifayət qədər qol vəziyyətlərimiz var idi. Bunları qola çevirə bilmədik, qapımızda çox mənasız bir top buraxdıq səhvdən sonra. Əlbəttə, bunlar futbolun, böyük futbolunda, mini futbolunda bir hissəsidir. Amma istənilən halda bu görüşdə əgər futbolda, mini futbolda belə deyək, ədalət varsa, ümidvarıq ki, həmin o ədalət mini futbolda da mini deyil. Tam şəkildə ədalət varsa, Azərbaycan millisi bu mərhələni keçməlidir. Rəqibdən daha yaxşıydıq, daha üstün idi, indi püşkatma keçirilir. Qapını Rumunlar seçirlər. Bəli, bax bu səslə baş-başa buraxmaq istəyirəm sizi. Qələbə bizimdir, bizim olacaq. İnanırıq. Arzulayırıq bunu. Vəli Qafarov qapıya keçir. Vəli, sənə uğurlar. Bu sözü deyən tək mən deyiləm. Mən əminəm ki, hər kəs bu dəqiqə ürəyində də olsa bu fikri qeyd edir, bu sözü deyir. Vəli, sənə çox inanırıq. Və Rumıniya komandasında ilk zərbəni Mariusz Balox yerinə yetirir. Vəli Qafarov, Çempionlar Liqasının qalibi olan bir golkiper. Nəyə görə axı dünya çempionatında yoluna davam etməsin? Vəli Qafarov qapıdadır. Mariusz Balox. Zərbəni o yerinə yetirəcək. Azarkeşlər mümkün qədər onu təzyiq altında saxlamağa çalışırlar. Hakimin işarəsini gözləyirik. Həmin işarə gəlir. Mariusz Balox, qapıda Vəli Qafarov.
Vəli Qafarov, amma çox təəssüf. Mario Şbalov ilk zərbəni qola çevirə bilir. Növbətli zərbə və Əli bu topun qarşısını ala bilmədi. Təmkin Xəlilzadə zərbəni yerinə yetirəcək. Yox, Elvin Əlizadə gəlir. Öncədən necə yazılıbsa elə də olmalıdır. Elvin Əlizadə, kapitanımız. Elvin, sənə inanırıq. Hər zaman bacardığını etmisən. Bacardığının ən yaxşısını etmisən. Elvin topun arxasındadır. Elvin gəlir. Elvinin zərbəsi. Lucian Trif. Hakimlər baxır. Məncə Lucian Trif vaxtından əvvəl çıxmışdı irəli. Video təkərə baxılmalıdır. Elvin ruhdan düşmək olmaz. Bara baxılır. İndi bəli, irəli çıxmışdı. Zərbədən əvvəl irəli çıxmışdı golkiper. Topun qarşısını da məhz buna görə ala bilir. Bəli, təkrarlanır zərbə. Təkrarlanır. Elvin, yadından çıxart. Bütün negativləri bu görüşdə hər şey yadından çıxart. Golunu vur. Gol gözləyirik səndən. Elvin Əlizadə topun arxasındadır. Elvin yaxınlaşır. Elvinin zərbəsi və top qapıdan keçir. Bax, bu lazımdır bizə. Başqa heç bir şey lazım deyil. Vurun qolları uşaqlar. Sizi hər kəs öz uşaqlarımız kimi tanıyır. Bax, bu söz naminə bacardığınızı edin, zərbələri vurun. Və indi bütün ümidlərimiz Vəli Qafarovadır yenə. 47 nömrəli oyuncu Alin Robu görüşdə də o fərqlənmişdi. Bunun əvəzini çıxmaq lazımdır Vəli. Alin Robu yaxınlaşır. Top qapıdan keçmədi. Bəzi məqamlarda bəlkə də şərhçi kimi yox, azarkeş kimi danışacağım. Olsun. Səhv də olsa, düz də olsa, emosiyalara görə üzrü hesab eləyin, amma başqa cür alınmır. Hava burada çox gərgindir. Təmkin Xəlilzadə, Xorvatiya komandasının başına oyun açan futbolçu. Həmin oyunda fərqlənən futbolçu Təmkin. Vur! Təmkin! Top qapıdan keçir. Dirək değildi. Gol idi bu. Hamımız çaşdıq qaldıq. Amma bu gol idi. Vəli Qafarov əgər bu zərbəni zərərsizləşdirə bilsə, top qapıdan keçməsə biz mərhələni keçirik. Rumıniya komandası penaltini yerinə yetirir. Qapıya zərbə. Vəli Qafarov! Azərbaycan 4-1 finalda. Azərbaycan Rumıniyanı keçir. Dünya çempionu Rumıniya komandasını keçirir. Azərbaycan seçməsi adını 4-1 finala yazdırır. Əhsən sizə uşaqlar. Hər birinizə əhsən. Azərbaycan millisi nəhayət bunu çox gözləyirdi, bunu çox istəyirdi. Vəli Qafarov bu stadionda bu qədər azarkeş qələbəyə layiq idi. Bu azarkeş qələbə gözləyirdi və Azərbaycan seçməsi penaltilər seriyasından sonra olsa belə bu mərhələni keçir. Biz bu mərhələni keçirik. 4-1 finalda rəqibimiz İngiltərə seçməsi olacaq. Son dünya çempionu, bu idman növünün ən titullu komandası Rumıniyanı keçdik. Oyundan da keçməliydik. Qeyd etmişdim ki, əgər ədalət varsa Azərbaycan bu mərhələni keçməlidir. Çox şükür ki, çox sevinirik ki, bu baş verdi və Azərbaycan penaltilər seriyasında olsa belə mərhələni keçir. Rumuniyaya, son dünya çempionlarına qalib gəlirik.
Milli Gimnastik Arenasına toplaşan bütün azarkeşlərə təşəkkür düşür. Hər birinizə minnətdarıq. Ekran qarşısında həyəcanla bizi izləyən kifayət qədər azarkeş var. Futbolçuların yaxınları var, ailə üzvləri var. Sizə minnətdarıq. Hər kəsə təşəkkür edirik. Və əlbəttə ki, çox sevinirik ki, İdman TV vasitəsilə bu möhtəşəm qələbənin şahidi oldunuz. Mən bu görüntülərlə sizi baş-başa buraxmaq istəyirəm. Yayımın rejissoru Elvin Qulusoy, oyunun şərhçisi Tural Məmmədli idi. Növbəti qələbələrdə, növbəti mərhələlərdə görüşənədək.